bayramı bitdiyinə görə qonaq otağındakı süfrəni yığışdırıb yığcamlaşdırmaq istədim. Çünki qarşıda bizi Ramazan bayramı gözləyir. Həm də sizlərə motivasiya olsun deyə təmizlik vloqu da çəkib paylaşmaq istədim. Dünən bu videonun qısa 1 dəqiqəlik versiyasını Instagram səhifəmdə paylaşmışdım. Video gedib keşfətə düşdüyünə məni izləməyən insanların da qarşısına çıxmışdı və bir Instagram istifadəçisi xanım bu videonun altına yazıb ki, bizə nə sən evini yığışdırırsan, bunu bizlə niyə paylaşırsan, bizə nə sən evini necə təmizləyirsən və bu yazıları yazan xanım özü öz iş səhifəsi ilə bunu yazmışdı, hansı ki sifariş səhifəsi idi, nəysə geyim və s. bu kimi. İnsan özü öz əməyinə qiymət vermir, iş səhifəsi ilə kobud, qarşısındakı tanımadığı insana özü də təmizlik, yemək, resept, nə bilim, faydalı işlə məşğul olan bir insana gəlib zəhər qusursan, eyib olmasın. Nə bilim, bir xanım olaraq mən şəxsən həmin insanın adına utandım. Yəni, burada hər hansı bir pis bir şeyin təbliğatı yoxdur. Nə bilim, gənc xanımlar var, gənc qızlarımız var, onlara təmizlik, nə bilim, yemək, şirniyyat olsun, salat olsun, baxım olsun, gözəllik olsun, saç maskası, əllərə qulluq və s. bu kimi bir çox faydalı paylaşımlarım var bugünə kimi. Nə bilim, o qədər də xoş geri dönüşlər almışam, o qədər xoş sözlər almışam. Valla düşünürəm ki, həmin üzü ağ çıxan, hazırladıqları şeylərdən tərif eşidən o qədər izləyicilərimin duaları mənimlədir ki, bu kimi mənfi hadisələr elə bilirəm ki, məni axsatmaz. Amma bir xanımın xanıma təmizlik vloqunun üstündə bu sözü deməsi indiki dövrdə həqiqətən də gülünc səslənir. Buradan da bilmirəm, eşidir, eşitmir, görəcək, görməyəcək. Amma yəni, bu hərəkət düzgün hərəkət deyil. Ən azından irad tutan zaman baxın görün kimə, nəyə, nə paylaşıma irad tutursunuz. Nəysə ürəyim dolu idi, bu söhbəti bağlayaq, təmizliyə davam edək. Qəşə-qəşə hər tərəfin tozlarını alıram. Süfrəni yumadım, sadəcə tozunu çırpıb yerinə sərən zaman görürəm ki, uşaqlar şam damızdırıb sağ olsunlar. Ütü və adi quru salfet vasitəsilə təmizləməyə çalışdım. Elə bilirəm ki, getdi. Biraz da slip ilə silirəm. Vəssalam. Qalan çərəzləri də qablara yığıram. Çərəzlərin içərisində ən çox sevdiyim gavalı qurusudur. Sonra da güzgüləri başlayıram silməyə. Slipinin bu bezi çox xoşuma gəldi. İlk dəfə idi istifadə eləyirdim. Güzgüdə iz qoymadı. Məndəki sarı qapaqlı olandı. Üzərinə cam silmək üçün yararlıdır sözü yazılıb. Siz də alan zaman baxa bilərsiniz. Bütün supermarketlərdə əldə edə bilərsiniz. Qəhvəyi rəng qablaşdırmada olan slipi isə dəfələrlə istifadə edilib yuyula bilər, o qədər keyfiyyətlidir. Əvvəllər uşaqlar körpə olan zaman buraları çox batırırdı, əl izləri dəhşət çox olurdu, amma indi demək olar ki, heç bir şey yoxdur, sadəcə tozuna görə təmizləyirəm. Pianoda isə oğlum ifa eləyir, söz yox, son zamanlar tənbəllik eləyir, dərslərə mənim zorumla gedir, amma çox istəyirəm onun gözəl ifalarını gələcəkdə rahat bir vaxtım olduğu zamanlarda oturub dinləyə bilim. Allah bütün övladları qorusun, daim qarşılarına gözəl insanlar çıxarsın, mənim əkizlərimin də həmçinin. Ramazan üçün də süfrəmi belə yüngülcə bəzəyirəm. Yayda hazırladığım ağ gilasımı isə rəngini sizə göstərmək istəyirəm. Necə gözəldir. İnşallah sağlıq olsun. Yenidən mürəbbə, turşular, reseptlər, bu kimi faydalı postlarımla yenidən davam eləyərik. Bu qoz fındıqda ümid edirəm gələn Novruza kimi qalmaz. Həvəsim olsa sındırıb, qəşəng şirniyyatlar bişirib sizinlə də paylaşaram. Slipinin bu bezi ilə də yerləri silirəm. Slipinin yerləri silmək üçün olan bezindən istifadə edirəm. İki üzündən də istifadə etmək olur. Tərkibində bəyaz sabun,
sirkə olduğuna görə arxasında işıl-ışıl görüntü buraxır. Bu qarışım isə ev üsulu, divan, xalça üzərindən ləkələri çıxarmaq üçündür. Videonun açıqlama qisminə nələrdən nə qədər istifadə etdiyimi qeyd etmişəm. Siz də hazırlayıb təmizlikdə istifadə edə bilərsiniz. Ləkələri bir neçə saniyə içində çıxarır. Bugünlük təmizlik vloqundan bu qədər. Özünüzdən müğayət olun, çalışın, qəlb qırmayın, sevin, sevilin, gününüzü xoş keçirməyə çalışın, pozitiv düşünün. Hələlik.